Əziz izləyicilər, öncəki videoda biz kontragentlər necə yaranır onu yoxladıq, mallar necə yaranır onu yoxladıq, daha doğrusu göstərdik, sizə nümayiş etdik. İndi gəlin sadə bir əməliyyat edək. Yəni bu malı, yaratdığımız malı həmin təchizatçıdan alaq və digər müştəriyə sataq. Yəni balaca bir sikl yaradaq. Bunun üçün daxil oluruq mədaxilə, yəni biz mal alırıq, mədaxilə daxil oluruq. Yeni bir sənəd yaradırıq, yəni mədaxil sənədi yaradırıq. Tarix bugün, qaymədəki tarix başqa ola bilər. Məsəl üçün, qaymədə dünən göndəriblər. Sizə gəlib çatıb bugün. Qaymə nömrəsi məsəl üçün başqa da ola bilər. Filial, hansı filiala gəlir? Burada bu sistemdə istənilən qədər filial da əlavə etmək olar. Yəni, hər filialın özünə, öz işçilərini bağlamaq olar və s. və ilaxır. Bunlara növbəti videolarda başa salacağım. Hansı filiala daxil oldu? Tutalım ki, əsas filiala daxil oldu. Kimdən daxil oldu və yaratdığımız firma 4-dən tutalım ki, gəlir həmin mal. Mədaxil sənədini yaratdıq. Mədaxil sənədi yaradandan sonra mədaxildə olan malı qeyd eləməliyik. Yəni, hansı mal gəlir ondan? Seçirik həmin malı, bayaq yaratdığımız malı. Onun üçün də aşağı gəlirik, çünki sonuncu əlavə olmuş mal buradadır. Yəni, axtarış da eləmək olar. Yəni, Opel sözünü yazıb, məsələn, bura Opel yazıb, həmin malı tapmaq da olar. Yəni, ehtiyac yoxdur aşağı düşməyə. Seçdik. Məsələn, 10 dənə bu maldan aldıq. Məsələn, 8 manata tutalım ki. Yadda saxlanı basırıq və mədaxil düyməsini basırıq. Belə olan halda nə baş verir? Bizim, mallar orada mədaxil olundu. Bizim firma 4-ə borcumuz yaranmalıdır 80 manat və qalığımızda bu maldan 10 dənə əlavə olunmalıdır. Gəlin onu yoxlayaq. Gedək kontragentlərə. Kontragentlərə gedəndə görürük ki, aha, bu adama 80 manat borcumuz yaranıb. Firma 4-ə bizim 80 manat borcumuz yaranıb. Nə üçün yaranıb? Daxil oluruq səhifəsinə və görürük ki, falan vaxtda mal alınmışdı, 80 manatlıq. Həmçində mallara daxil olanda, nomenklaturaya daxil olanda axıra kimi gəlirik, axırıncı səhifəyə baxırıq, əyləc gəlibləri 10 ədəd. Yəni, əsas filialda 10 ədəddir bundan. İçinə daxil olanda görəcəyik ki, aha, firma 4-dən alınmışdı, 10 dənə 8 manata. Tamam, biz bunu aldıq. İndi biz bunu, eyni malı satırıq, məsəl üçün. 3 dənəsini, 4 dənəsini satırıq. Satış üçün isə giririk satışlara. Yeni bir satış sənədi yaradırıq. Tarix bugün seçilib. Filial hardan satılır? Buradan satılır. Dediyim kimi, bu filiallar, yəni bu istifadəçi üçün hamısı aktivdir. Məsəl üçün, elə demək olar ki, hər filialın öz işçisi olsun və digərlərini görməsin. Və müştəri seçirik. Bayaq yaratdığımız müştərini seçirik. Bu adamı seçirik. Müştərinin borcu sıfırdır. Təbii ki, burada taksi məsələsi də var. Bunun növbəti videolarda sizə başa salaram nədir. OK basırıq. Və bu müştərinin sizdən aldığı malı qeyd edirik. Nə aldı sizdən? Bayaq ki, o Opel üçün nakladka məsəl üçün. Opel sözünü yazırıq, həmin mal gəldi. Biz burada bunun ortalıq qiymətini artıq görürük. Yəni, biz 2 dəfə, 3 dəfə, 4 dəfə, 5 dəfə alsaq, ortalıq qiyməti dəyişəcək. Hal-hazırda 8 manatdır, çünki bir dəfə alınır. Tutalım ki, 5 dənə satdıq bu maldan, 15 manata. Yadda saxla və bağla düyməsini basırıq, səhifəni yeniləyirik və bizdən burada belə bir düymələr çıxır. Bu düymələr nədir? Həm qayməsini çap edə bilərik, çap edib verə bilərik birbaşa, o heç. Və qaymənin forması,